Mən Elvin Niftaliyev Şahlaroğlu, 38 yaşım var. 2017-ci il 28 mart tarixində Suraxanı 3 filialında satçı kassir kimi fəaliyyətə başlamışam. Daha sonra regionlarda, açılışlarda iştirak eləmişəm və Kürdəmir 3 filialında mağaza müdürü kimi fəaliyyətimi davam elətdirmişəm. Daha sonra 2018-ci il iyun ayının 1-də bölgə müdürü vəzifəsinə təyin olunmuşam. İşə prinsipim və dəyərlərim heç vaxt dəyişməyib. Çünki mənim üçün müştəri əsas alış-veriş edən biri deyil, bizim işimizin əsas hissəsi və dəyəridir. Müştəri istəklərinə və ehtiyaclarına hörmətlə yanaşıb, onları anlamağa çalışırıq ki, nəticədə ən yaxşı xidməti onlara göstərə bilək. Mağazalara nəzarət edir, hər gün işçilərlə ünsiyyət qurur və hər gün rut üzrə 3 mağazaya nəzarət edirəm. Təxminən 15 işçimlə ünsiyyət qururam və mağazada olan problemləri yerində həll eləməyə çalışırıq. Komandamla birlikdə həll eləməyə çalışırıq. Birlikdə olmaq, birgə çalışmaq və hər birimizin bacarıqlarına maksimum şəkildə istifadə edərək uğurla imza atmaq əsas hədəfimizdir. Bu illər ərzində qazandığım təcrübə və öyrəndiklərim sayəsində həm öz inkişafımı, həm də komandanın inkişafına daim dəstəkləməkdə məmnunam. Onların və onların timsalında bu sahədə çalışmaq istəyənlərə tövsiyəm odur ki, uğurlu karyera qurmağın sirri işə məsuliyyətli yanaşmaq və verilən tapşırıqları vaxtında yüksək səviyyədə yerinə yetirməkdir. Bu yolda komandama dəstək olmaya hazıram. Çünki biz birlikdə güclüyük.